Salam. Bugün sizinlə Ceylan Mumoğlu'nun mətninə əsaslanaraq çoxlarımızın yaşadığı bir problemə toxunacağıq. O içimizdə yığılıb qalan incikliklər var ha. Bəli, bəli. O negativ hisslər. Hə, məhz onlar. Mənbəmizdə bunun üçün çox maraqlı bir yol göstərilir, free writing. Yəni bizim dildə desək, sərbəst yazma. Düzdür. Əgər siz də, məsələn, kiməsə əsəbiləşib, inciyib, amma necə deyim, bunu üzə deməkdə çətinlik çəkirsinizsə... Hə, çox vaxt çəkinirik axı. Elədir. Bax, bu texnika elə bil sizin üçün əsl tapıntı ola bilər. Gəlin görək, bu metod necə işləyir, niyə bu qədər təsirlidir? Əlbəttə. Bu, əslində belə baxanda sadə görünür. Amma kökləri dərinə psixoterapiyaya gedib çıxır. Məqsəd də odur ki, o içimizdə düyünlənib qalan, ifadə edə bilmədiyimiz mənfi emosiyaları. Qəzəbi, küskünlüyü. Bəli, qəzəbi, incikiliyi, hamısını təhlükəsiz bir yolla çölə çıxaraq. Bəzən bağışlama məktubu da deyirlər buna, amma əsas məsələ yəni kimisə bağışlamaqdan çox... Özümüzü yüngülləşdirmək. Tamamilə. Öz daxili yükümüzdən azad olmaqdır. Ən yaxşı tərəfi də odur ki, həm çox sadədir, həm də təəccüblü dərəcədə effektlidir. Bəs yaxşı, bu sərbəst yazmanı necə edirik? Mənbədə deyilir ki, çox asandır, sadəcə vərək, qələm. Ha, o qədər. Hətta yadıma şey düşdü, Google'un məsləhəti. Dostuna deyir ki, heç nə yaza bilməsən də otur yaz ki, heç nə yaza bilmirəm, ta ki fikirlər gələnə qədər. Bəli, bu sadəcə başlamaq məsələsi çox önəmlidir. Çünki burada məqsəd nəsə ədəbi bir şey yazmaq deyil axı. Yox. Əsas odur ki, o sizi incidən adam ya da hadisə, onun haqqında ağlınıza nə gəlirsə heç bir filtr, heç bir senzura olmadan, necə deyərlər, ürəyinizdən o tikan çıxana qədər yazasınız. Qarma-qarışıq mənfi düşüncələr üçün bir kanal açmaqdır bu. Mətnin bir vacib məqamı da vurğuladığını xatırlayıram. Yazanda qrammatikaya, səhvlərə filan fikir verməmək. Qətiyyən. Sanki o beynimizdəki hamam böcəklərini, bütün o narahat edən fikirləri çölə atırsan. Kim incidib, nə incidib, fərqi yoxdur. Yaxının, iş yoldaşının, hətta ümumi bir vəziyyət. Hə, məsələn, hakimiyyət deyir mənbədə. Bəli. Bütün o qəzəbi, incikliyi, məyusluğu necə gəldi sürətlə yazmaq? Bax, bu filtrləmədən yazmaq prosesi var ha. Texnikanın effektivliyinin əsas səbəbi budur. Çünki biz normalda hisslərimizi deyəndə özümüzü saxlayırıq. Belə demək olmaz, ayıbdır, o nə fikirləşər. Hə, həmişə bir daxili senzur olur. Dedi. Amma burada məqsəd bütün o bariyerləri aşmaqdır. Emosiyaları çılpaq, yəni işlənməmiş halda kağıza köçürmək onların gücünü azaldır. Bir növ emosional təmizlənmə baş verir. Amma burada çox diqqətli olmalı bir məqam var. Çox vacib bir xəbərdarlıq. Nədir o? Yəqin ki, o yazdıqlarımızla bağlıdır, hə? Bəli, tamamilə. Mənbədə də altını cızıb deyilir, o yazdığınız məktubu qətiyyən, bax bunu vurğuluyuram, heç bir halda sizi incidən adama göndərmək, göstərmək olmaz. Hə, bu çox önəmli səslənir. Çox kritikdir. Çünki bu məktub sizin üçün yazılıb, sizin daxili dünyanız üçündür. Qarşı tərəflə münasibəti düzəltmək üçün deyil. Onu göndərsəniz, vəziyyət çox vaxt daha da pisləşər, münasibətlər tamamilə korlana bilər, məqsəd özünü sağaltmaqdır, yeni problem yaratmaq yox. Başa düşdüm. Deməli, hər şeyi heç nəyə çək-çevir etmədən yazırıq, amma bu sırf bizim üçündür. Yaxşı, bəs sonra o yazdığımız vərəqlə neynirik? Saxlayaq? Yox, əksinə. Yazıb qurtaran kimi növbəti vacibatım onu məhv etməkdir. Mənbədə də deyildiyi kimi cırmaq olar, yandırmaq, suya atmaq, hansı sizə daha rahat gəlirsə. Bunun xüsusi bir mənası var yəqin. Əlbəttə, simvolik mənası böyüdür. Siz təkcə kağızı yox, elə bil onun üstündəki o bütün negativ enerjini, o ağırlığı da yox edirsiniz. Sanki fiziki olaraq qurtulursunuz o yükdən. Maraqlıdır. Bir növ ritual kimi. Yazırıq, içimizi boşaldırıq, sonra da məhv edib simvolik olaraq təmizlənirik. Bəs sonra nə hiss etməliyik, yəni nə gözləməliyik? Adətən, yəni çox vaxt insanlar bundan sonra böyük bir yüngüllük hiss edirlər. Rahatlama. Sanki çiyinlərdən ağır bir yük götürülür. Hətta mənbə də deyir ki, məktubu məhv edəndən sonra bir dayanıq, içinizdə yaranan o yüngüllüyə fokuslanmaq yaxşıdır. Texnikanın işlədiyini göstərən bir işarə kimi. Tam olaraq. Və bunu unutmayın, bu metodu sizi incidən hər kəs, hər vəziyyət üçün təkrar etmək olar. Hətta mənbədə qeyd olunduğu kimi, artıq həyatda olmayan, amma xatirəsi hələ də sizə pis təsir edən insanlar haqqında da yazmaq olar. Hə, bu maraqlıdır. Keçmişdə qalan incikliklər üçün də işləyir deməli.
Bəli, bu bir növ davamlı emosional gigiyena kimidir. Zehni sağlamlığımızı qorumaq üçün arada bir etməli olduğumuz bir şey. Deməli, yekunlaşdırsaq, Ceylan Mumoğlunun təsvir etdiyi bu sərbəst yazma, o içimizdə bastırıb saxladığımız incikliklər, qəzəblə üz-üzə gəlmədən təhlükəsiz şəkildə onlardan azad olmaq üçün çox praktik, güclü bir üsuldur. Həqiqətən də. Əslində bu özümüzə edə biləcəyimiz böyük bir yaxşılıqdır. Necə ki mənbənin sonunda da deyilir, özünüzü qoruyun və sağlam olun. Və sonda bəlkə də üzərində düşünmək üçün belə bir sual qoyaq ortaya. Bu texnikanı edib, o negativ yükdən azad olandan sonra o boşalan yeri, zehninizdə, ürəyinizdə boşalan məkanı nə ilə dolduracaqsınız? Maraqlı sualdır. Bəli, yəni hansı yeni, daha pozitiv düşüncələrə, hisslərə, bəlkə də yeni fəaliyyətlərə yer açılacaq sizin daxili dünyanızda? O boşluğu necə doldurmaq? Bəlkə də sağalmağın növbəti çox maraqlı bir mərhələsi.